Salam, xoş gördük hörmətli izləyicilər. 105.000 manata 2 mərtəbəli ev satışa çıxarıldı. Paket kupçalı ev Saray qəsəbəsindədir. Evin də kupçası var, torpağında. Bax, əlimdədir kupça. Birbaşa gedib alıb-satqı eləyə biləcəyiniz bir evdir. Siz təsəvvür edin, 2 mərtəbəli evdir. Qiymətində elə bir endirim olunacaq ki, super endirim. Mütləq gəlin bu evə baxın. Bax, yaxınlaşın zəhmət olmasa bura. Kanalizasiyası mərkəzidir. Jalüz qapısı var. Bu kaletka qapısıdır. Bütün hasarlar hamısı tarsovka emusiya oldu. Pultla da açılır. Bundan da belə əllə açıla bilir. Bütün joloblar mərkəzi kanalizasiyaya qoşulub. Şəbəkə pəncərədir. Sonra buralar gördüyünüz qabancıqdır, bax. Qanuni qabancıqdır. Pilləkən abrisovkadır. İndi bəzi xırtapara işləri qalıb, siz gəndə bunlar qutaracaq. Pəncərələri şəbəkədir. Hələ bunlar qalsın bir tərəfə. Evin polu da monolitdir. 1 ilə 2-nin arası da beton monolitdir. Balkonun altından görsənir. Balkona qədər monolit çıxıb. Yüksək keyfiyyətlə tikilmiş evdir. 105-dən narahat olmayın. Elə bir endirim olunacaq ki, siz mütləq bu evi götürə biləcəksiniz. Bax, yaxınlaşaq evin içərisinə. Buradan pilləkən qalxır evimizin 2-ci mərtəbəsinə. Pilləkənin altı belə qaladovkadır, artıq şeyləri yığmaq. Ev bütün boya-boy istif oldu, düzdür? Aşağıda, yuxarıda. 1-ci mərtəbədə, 2-ci mərtəbədə hamısı istif oldu. Bu belə evin girəcək koridorudur. Gəlin zəhmət olmasa yaxınlaşaq, buradan qonaq otağına baxaq. Bax, bu qonaq otağıdır, yəni zalıdır. Bax, qonaq otağıdır. TV-stenddə qəşəng burada yer ayrılıb. Bir dənə də oradan buranı çəkib, pəncərə də düşsün. Bax, bu da pəncərəsidir evin. Görürsünüz, böyük pəncərədir. Qıraqlarda 2 dənə də belə ramkası var. Birinci mərtəbədə istif oldu, 2-ci mərtəbədə istif oldu. Bax, bir də təkrar edirəm. Bunun yeri də monolitdir. 1 ilə 2-nin arası da monolitdir. Bunları gələndə görəcəksiniz. Gəlin mətbəxinə baxaq. Bax, bu da mətbəxdir. Yeri də bütün şermə qranitdir, görürsünüz. Bu da mətbəxidir. Meyvələr arası keramikası vurulub, nöqtələrinə qədər qoyulub, aspiratorun yerinə qədər hazır vəziyyətdədir. Bax, belə. Aşağıda 1-ci mərtəbədə bir dənə sanitar qovşağımız var. Bunu da göstərək. İndi siz gəndə bunun da işləri tam yekunlaşacaq. Yəqin ki, 1-2 günlük, 3 günlük bunun işi qaldı, düzdür? Buradan da qalxırıq, pilləkən hələ abrabotka olunacaq da, düzdür? Pilləkən yığılıb hazırdır. Burası bir abrabotka işləri qalınıb, yəni lakı, dolğusu, rəngi. Siz gəlin inşallah bunlar hamısı hazırlanacaq. Buradan gəlirik 2-ci mərtəbəyə. Bax, gəlin çıxın 2-ci mərtəbəyə. Yataq otaqlarını göstərməmişdən qabaq, bir dənə burada balkonunu göstərim. O bayaqdan baxdıq ha. Bax, bu 2-ci mərtəbənin balkonudur. Yerləşdiyi ərazi Saray qəsəbəsindədir. Yəni, Yetər Şallıq sarayı biraz qabağa keçən kimi dönürsüz sola. Nə qədər məsafəsi olar yoldan? Yəqin ki, 150 metrdə yoldan məsafəsi var, əsas magistral yoldan. Bu balkonu idi. İndi buradan bir dənə yavaş-yavaş gələk, yataq otaqlarına baxaq. Bu bir yataq otağıdır. Bunu göstərin. Bunun pəncərələri birbaşa balkona açılır. Bu 2-ci yataq otağı, böyük yataq otağıdır. Bax, bu 2-ci yataq otağıdır. Gəl, bu yataq otağını da göstərək. Bu da 3-cü növbəti yataq otağıdır. Ümumilikdə 4 otaqlı evdir. Bax, belə. Bu da bax, belə. Zəhmət olmasa yaxınlaşaq 2-ci mərtəbənin sanitar qovşağını da göstərək. Bu da 2-ci mərtəbənin sanitar qovşağı. 1-də də var, 2-də də var. Siz gələnlər, patologlar zaten hamısı düzələcək. Bir də izah edirəm. Saray qəsəbəsində Yetər Şallıq sarayı Bakıya tərəf keçəndə sola dönürsünüz, 200 metr, 150 metr məsafəsi olar, olmaz. Bax, bu ev. Monolit evdir. Altı üstü betonlu, kolonlu evdir. Mütləq gəlin baxın. Almaturları 16-lıq almaturdur. Yəni, yüksək keyfiyyətlə tikilmiş evdir. 105.000 manatdır. Qiymətdən siz baxmayın. Siz mənə zəng eləyin. Ev yəsi ilə görüşün, qiymətdə yaxşı endirim eləyəcək. Paket kupçalı evdir. Mütləq gəlin bu evə baxın. Sağ olun.